Lokal storage millət. Bir dənə həmişəki kimi buradan səsi yoxlayaq, girişək. Recording. Tamam. Millət, lokal storage bilirsiniz nədir? Nədir? Bilən var? Nədir? Nədir ümumiyyətcə? Yəni lokal storage nədir? Lokal storage mən məsələn Google-a yazanda nə çıxır? Lokal storage deyə bir şey nədir? Lokal storage vasitənmidir, nədirmi? Lokal storage uşaqlar mənim bir API-imdir desək. Yəni ki, API yaddaşım desə bəs elə. Yəni web üzərində bir storage-dir. Yəni cookie deyil. Yəni cookie başqa şeydir. Tamam. Cookie-nin saxlandığı yerdir deyə bilərsən. Nə bilim nə deyə bilərsən. Siz necə? Baxın bizdə müəyyən əməliyyatlarımız olur. Bizdə müəyyən şeylər. Məsələn biz basketə nəsə atırıq, biz wishlistə nəsə atırıq. Biz nə bilim sayta giririk, məsəl üçün dark mode seçirik. Tamam. Biz sayta giririk, hər hansısa bir şey yazırıq, formun içinə doldururuq. Tamam. Və bunlar harda yadda saxlanmalıdır? Tamam. Bunları yadda saxlamaq üçün bizim bir yer var. Deyə bilərsiniz ki, bizdə normalda bir backend olur. Aydındır. Bizim databazamız olur, yönləndirir ora. Tamam. Databazamız olur, yönləndirir ora nə bilim nə. Amma yəni bu databazaya göndərməlik bir şey deyil axı. Nədən bəhs eləyirəm? Yəni adi məsəl üçün Atilla demiş, cookielerimdən bəhs eləyirəm, dark modumdan bəhs eləyirəm, lokal səbətdən bəhs eləyirəm. Tamam, səbət yenə nisbətən göndərə bilərsən. Aydındır? Və artıq bizdə məsəl üçün istənilən sayta girəndə, yəni siz görə bilərsiniz bunun özünün adi məsəl üçün burada məsəl üçün saytın üstünə inspect eləsən, yüngül var. Burada millət görürsüz application hissəsi var. Tamam. Buradan application hissəsinə girəndə burada mənim storage-lərim gəlir. Baxın, local storage var, session storage var. Görürsüz burada storage. Baxın, indi məsələn lokalın içinə girsən, görün nə qədər şey saxlanıb burada. Görürsüz? Bax. Dark mark, nə bilim value-lar, ondan sonra listlər, nə bilim nə, .net, bunları heç bilmirəm nədir. Yanında bilirsiniz millət, elə bil sizdə webdə səhv eləmirəmsə bunun 5 megabaytlıq bir yaddaşı olur da. Sizin hər məsəl üçün domeyninizə özəl, yəni lokal açmışsa lokalınıza özəl, sizə 5 megabaytlıq bir yer verir saxlamaya nəysə. Fikirləşin də, yəni bir dənə əlavə şey verir, flash card verir ki, al burada nəysə saxla. Aydındır. Yəni ki, bundan da rahat şəkildə istifadə eləmək üçün bizdə bomba kimi bir interfeys düzəldiblər. Tamam, local storage-ə girsən, bax, burada sənə göstərir. Local storage-in set item var, get item var. İndi bunların hamısı nədir bir-bir gələcək. Bizdə hər hansısa bir şey olanda, local storage-də saxlamaya nəsə lazım olanda biz yazacağıq ki, məsəl üçün bura bir dənə script açıram. Local storage. Ondan sonra bura nöqtə qoyanda gör nə qədər şey var. Get item var, key var, length var, remove item var, set item var. Görürsünüz? Bizdə məsəl üçün set item var. Set item artıq bizdə nədir? Bir şeyi təyin eləmək. Ayso, məsəl üçün bunu bir dənə run eləyim. Set item eləyirsən, sən tutaq ki, buradan nə verirsən? Bir dənə yazırsan ki, nə? Nə olsunsa, ad saxlayaq burada, nə bilim. Mod saxlayaq, tutaq ki, mod. Mod saxladım. Nə istəyirsən nə? Deyir, bir dənə key ver, string. Bir dənə də value ver, string. Görürsünüz? Bir dənə də value verirsən, deyirsən ki, mod nə olsun, tutaq ki, dark. Mod da belə saxla. Ya da elə belə saxla. Bir dənə gedirsən, gəlsən local storage-uma baxırsan ki, nə düşüb bura? Və 2 dəfə düşüb. Fikir verin, niyə? Biz məsəl üçün bir dənə də bunu tərpətdim və bizdə bu açıqda işləyir, heç bir funksiyasına və s. salmamışıq. Avtomatik olaraq 2 dənə düşdü bura. Nə düşdü? Mod dark düşdü. Və millət fikir versəz, mən də bunu nə qədər refresh eləyim, bunu gedim, silim, lap belə buradan browser bağlayım, gedim browseri təzədən açım. Bu burada qalır. Çünki millət, bu lokal olaraq burada qalır. Bu mənim buradakı
linkimi görürsünüz. Buradakı URL-imizi görürsünüz. Buradakı URL-ə bağlı olaraq burada qalır. Aydın oldu? Yəni sənin artıq 127.001 55.00 portunda açdığın bütün saytların lokal hostunda bu olacaq. Sən bunu silmədiyin müddətcə. Bunlar indi RAM-da saxlanılır. Lokal deyilsə bu RAM-da Hə. RAM-da saxlanılır. RAM-da saxlanılır. Və müraciət eləyəndə də birbaşa komitə gedir, RAM-a müraciət edir. Saxlanılır. Hə. Millət, indi məsəl üçün belə şeylər saxlamaq olur. Aydındır? Set item, meta item zad. Və bunları eyni zamanda millət götürmək də olur. Sən deyərsən ki, lokal mənə conf elə, məsəl üçün moduma bərabər elə, lokal storage-dən gətir nəyi? Get item. Elə nəyi? Modu. Və mənim konsoluma ver. Zəhmət olmasa. Get mənə konsol logma get ver ki, mod. Dark. Və məndə bir dənə də şey var idi. Mod 2 nöqtə var idi. Yenə dark. Çünki ikisini eyni şey saxlamışam. Bir dənə ayrı bir şey versək, null. Belə bir şey yoxdur. Gördünüz, aydındır. Yaxşı, mən gedib həmin o məndə şey var idi. Mod 2 nöqtəli var idi. Gedib onu silmək istəyirəm. Bir dənə buradan application-a baxın. Bunu millət gəlib buradan da silə bilərsiniz. Baxın. Burada clear var. Amma bu nədir? Clear all. Bu buradan bunun hamısını silir. İndi təzədən bunu, refresh versəz, bu modlar yenə gəlib düşəcək bura. Çünki açıqda bunu təyin eləmişəm. Yaxşı, gedək birini də təyin eləyək. Bundan da bir dənə belə eləsin. Nə? Get item-a, set item-a yazdım. Mod yox, bir dənə də tutaq ki, ad təyin eləyək. Ad Elvin. Elçin vın. Tamam. Nə düşdü? Bir dənə mod var, bir dənə də adım var. Gördünüz? Bu nədir? Bu key-dir, bu values-dur. Tamam. Buyur. Yaxşı, oxuyacağım. Arada oxuyacağım. Bir dənə burada mod var, bir dənə ad var. İndi bunu götürməyi bildik, təyin eləməyi bildik. İndi bunu məsəl üçün silmək də olur da millət. Bunu silmək üçün nə edərik? Məndə nə var? Local storage nöqtə remove item var. Remove item-a gedib yazsam ki mən, get zəhmət olmasa bunu hal-hazırda artıq işlətmə. Get item-da. Adı sil. Bax. Nə oldu? Neynədir? Adı sildi. Local storage-in birdə nəyi var millət? Nöqtəyə vuranda gör nəyi var burada? Clear var. Clear-i bassam buna bassam. Bəli, hamısını təmizlədi. Nə? Hə. Nə isə silmiş qalacaq, boş ver. Hə. 100% sil. Bu sən əməliyyatı necə arxa-arxaya qaytara bilərsən? Tamam. Bunu atsan gələcək. Tamam. Amma yəni clear elədiyin müddətcə clear olaraq qalacaq. Tamam. Yəni bu sən bir yaddaşındır, konkret olaraq atırsan orada qalır, götürürsən. Yəni sən müdaxilə etmədən millət bu dəyişmir. Aydındır? Amma indi belə bir nə? Nə ki fərqli olmalı? Eyni təyin eləsən, bax, gəlib desən ki, local storage set item, bu dəfə ad təyin eləyirəm, vasif eləyirəm, gör nə olur? Gedir, mənim vasiflə dəyişir. Aydındır? 100%. Yəni, bunu key eyni qalanda, bunu dəyişmək üçün istifadə edirlər. Əslində, bunun məntiqi budur. Aydın oldu? Database məntiqi deyil. Nə? Database-də deyil. Key bilən olmalı. Hə, də oxşar bir şeydir daha. Millət, deməli, bunu eləyə bilirəm. Amma indi burada bir dənə söhbətim var da mən. Əgər sən bura, tutaq ki, indi biz dedik ki, hər dəfə şey ötürmürük. Hər dəfə string götürmürük. Da biz məsəl üçün buradan array götürə bilərik. İndi sən bunu getsən, bağlasan, gedib desən ki, const mənim burada bir dənə array'im var. O array'imin içində, nə bilim, vasif var, ondan sonra bir də şey var, Kamran var. Tamam.
Mən bu array-mi gedib atmaq istəyirəm local storage-a. Bunu götürürəm, silirəm buradan. Gedib deyirəm ki, local storage nöqtə set item eləyirəm. Mənə bir dənə array adında bir şey atacam. Saç durun. Local storage array adında bir şey atacam. Orada nə gedəcək? Mənim array-im gedəcək. Tamam, bir dənə mən gedib local storage-ma baxanda gedib baxsan ki, bu Vasif Kamran olaraq düşür. Tamam, amma bu array olaraq düşmür millət. Biz bunu array olaraq atmaq istəyirdik axı. Əgər sən bunu array olaraq atmaq istəyirsənsə, tamam. Burada JSON nöqtə stringify deyə bir şey var. Yəni ki, sən array-i stringləşdirirsən. Tamam. Yəni JSON formatına salırsan və onu göndərirsən. JSON formatına salmaq nə deməkdir? Artıq fikirləşin ki, yəni bunun da buralarını elə bil string tulluyur. Burada string zat tulluyur. Elə bil də tutaq ki deyirəm. Bura string tulluyur. Əslində bura yox, bura. Və bunu elə bil mötərizəli zadlı string kimi salır. Aydın oldu. Yəni birbaşa sizdə array-in öz mötərizəsi belə string kimi gedir. Çünki sən nə edirsən? Stringify edirsən və artıq gedib sən stringify eləyib tullayıb baxsan, nə olaraq gedilər artıq? Array olaraq gedilər. Gördün? Tamam. Və bu eyni zamanda mənim const obyektlərimdə də nədir? Keçərlidir. Obyektlərimdə tutaq ki, ad olsun, Atilla olsun, soyad olsun, Xəlilli. Xəlil olsun. İndi mən buradan gedim obyektimi göndərim. Array yox, sən heç olmasa obyekt kimi. Çıx. Tamam. Nə oldu burada bizdə? Obyekt. Çünki yəni belə bir tipi tanımadığı üçün sadəcə biləcək tipim obyekt. Amma içini göndərə bilmir də. Yəni bunu göndərə bilmək üçün biz qayıdıb deyirik ki, JSON nöqtə nə? Stringify deyirəm. Bir dənə buradan atıram obyektimi. Nə oldu? Atilla. Hə. Ay sol. İndi məsələ orada. Yəni buna atdıq. Tamam. Bir dənə set item elədik. Bir də ki, array elədim. Array atdım. Bunların ikisini də atdım. Bir dənə burada obyektim, bir dənə bəli. Amma ki, .json deyil burada. Artıq yəni sən burada JSON-un metodundan istifadə edirsən, amma burada parçalayırsan. JSON halına salmırsan. Səndə bu zaten string halındadır. Hal-hazırda JSON halı, yəni string halındadır. Sənə bir dənə lazım olan bunu parçalayıb elə bil. Yəni arraylərin görsün deyə bir JavaScript halına salmaq kimdir. Keçdiyimiz array metodları ilə yox. Bax indi sən burada məsəl üçün bir dənə yazırsan ki, tutaq ki, mən indi console logda lokal nöqtə, gözündən bir təsəvvür olun. Lokal nöqtə get item yazıram. Mən tutaq ki, indi array-mi götürmək istəyirəm. Nə yazacam bura? Tamam. Array yazıram. Düzdürmü? Gəldi. Gördünüz nə kim gəldi? String kim gəldi? Yaxşı, bunu necə eləməliyik? Bunu parçalamalıyıq. Parçalamaq da nə deməkdir? JSON nöqtə parse eləyirsən. Söndü? Hal-hazırda array halındadır. Tamam. Bunu eyni qaydada sən console log buradan obyektə götürmək istəyirsənsə, obyekti birinci get item eləyirsən, ondan sonra obyekt formatında olduğu üçün, yəni bunu sən stringdən obyekt formatına çevirmək üçün bir dənə də parse eləyirsən, bu avtomatik olaraq obyekt formatına çönür. Aydın oldu. Yəni ki, obyekt və arraylərimizi atanda bizim primitive data type'larımızdan, daha doğrusu non-primitive data type'larımızdan istifadə edəndə biz ora göndərəndə stringify-dan, götürəndə isə parse-dan istifadə edirik. Tutdunuz mu elə? Çox asandır əslində. Həqiqətən zor. Yəni nə keçdik? Set var, get var, clear var, delete item, remove item var. Başqa nə var? Keçirəyimizin hamısı. İndi bir də var bunun üstündə əməliyyatlar eləmək. Aydındır. Bunun üstündə əməliyyatları harda eləmək? Bir də məsəl üçün indi bunu təmizləmək üçün nə edərəm? Deyərəm ki, local storage nöqtə clear. Bizdə var yoxsa yox səndə hal-hazırda? Var. Getdilər. Tamam.
Bax, sən ardıcıllığa fikir ver. Birinci təyin edirsən, sonra loqa çıxardırsan, sonra silirsən. Logo da Ay, silsən. loqu silmirsən. Yəni loqda bu qalmalıdır zaten. Aydındır? Yəni sən birinci ekranı çıxardırsan, sonra deyirsən ki, lokalında görsən. Düz faiz. Yəni gəl bunu bunun altına sal. Gəl bunu bunun altına sal. Tamam. Mən də bundan danışıram. Hə, indi millət bizdə məsəl üçün nə var idi? Mən demişdim ki, biz nəydən qurtarmamışıq? Bir də qaydacağıq. Bizim gözəl qəşəng. Data.js neydi bu? Yox, yox. Nədir bu? Yox, elektron mail. Bu nədir? Bu nədir? Ha! Tapdıq. Yox, bu da deyil. Biraz əvvələ qaydırıq. Hə! Tapdıq. Ay, so. Gəldik bura. Ay, so. Hə. Sizdə turboaz, məndə buydu. Belə proyekt. Ay, so. Bizdə məsəl üçün Addo basket var idi. Yaxşı, basketə getməyin, basketdən silmək o qədər də problem deyil. Amma məsələn, məndə seçilmişlər də var. Bunu basket üçün də eləyə bilərsiniz, seçilmişlər üçün də eləyə bilərsiniz. Nə bilim, inşallah gələcək document yazılır, onun üçün də eləyə bilərsiniz. Mən indi müəyyən bir burada kartım var. Mən buradan ikinci bir link istəyirəm da. Tamam, bura. İndi baxın millət. Gedib birinci bura nə yazım? Yazım ki, kart. Sən də ol. Nə? Ay sol. Favorites. Tamam. Favorites qoydum. Bura bir dənə də əlavə səhifə açaram. Nə səhifəsi? Favorites. Fav.html açaram da. Fav.html açaram. Bunun üstünə bir dənə belə yazaram. Ondan sonra da nə etməliyəm? Buradan bir dənə nə verməliyəm millət? Yönləndirmə. Düzdürmü? Bir dənə bura gedib deyərəm ki, sən fav.html gedəsən. Sənin də içində favmap. Favmap. Nə? Eləcə yazsam da gedərdi. Sadəcə bu proyektlərdə belə yazmaq məcburiyyətində əl alışqanlığı millət. Belə də yazsan gedər yəni. Yəni bu sadəcə bildirir ki, bu fayl mənim lokalımda yerləşir. Yəni başqa heç bir mahiyyəti yoxdur. Əslində arxada çox mahiyyəti var. Yəni normalda siz belə bir şey qeyd eləyəndə, indi inşallah məsəl üçün gələcəkdə zibilyon qədər fayl import eləyəndə, məsəl üçün sizin lokal fayllarınızdan sizin import elədiyiniz fayllar qarışmasın deyə lokal fayllarınızı bundan bildirməli olasınız. Tamam. Sən .slash qoyursan ki, bu mənim lokalımdan gəlir. Bunu mən import eləməmişəm. Tutdunuz temanı. Hə, indi buradan bastıq favoritsə. Gedir bura, favmap. İndi millət, mən nə eləməliyəm? O bir səhifədə də amma ki, local storage-dən istifadə edərək, local storage məndə nəyə bağlı işləyir da? URL-ə bağlı işləyir da. URL-ə bağlı olaraq mən local storage-ə bunu ata bilərəm. Aydın oldu. Hə. Yəni onsuz domain nəyin olacaq? Ay sol. Prinsipi nə edirəm millət? Hə, buradan bir dənə bunun üstünə şey qoyaram. Ürək ikonu. Hə. Hanı məndə şey? Print card smart buydu. Bəli. Bura bir dənə gəl. Div. Buradan bir dənə şey var, məndə ürək var. Bu yaxşıdır, hə? Bu qırmızı rəngdən qoyuram. Bura bir dənə class yazıram. Classa da şey yazaq. Absolute right 10 piksel, top səndə 10 piksel. Bir də sən zəhmət olmasa relative. Ondan sonra gedək baxaq görək. Nə gözəl, super. Elə bunlar istəyirdim. Rich hit. Tamam, Tom. Relative. Bəli. Gör nə gözəl düşüb.
Bir də ki düz. npm run hələ şey deməmişəm. npm Koymuşdu müəllim. Vasim. Onu gedək bir dənə kodlayaq. Nə yazacaq bura? npm npm install bizdə Node Modules paketimi yükləyir, elə bil hazır hala gətirir. Onu mən sizə atamda siləm. Mən bax özündə sən niyə mırta siləsən ki? Bax məndə elə bil mən sizə atanda fayda. Bu Node Modules içində gör nə qədər şey var. 4000 dənə saymışam. Ay sağ ol. Hə. Bu Node Modules içində bu qədər şey var. Bu səndə Node paketlərində, yəni modullarında bildiyin. Bu məsəl üçün səndə burada yükləməmsən, Tailwind CSS yükləmsən. Bax bizdə dependensilərimizdə Tailwind CSS var. Burada da görsən o dev dependensiyalar, bax görsən Tailwind CSS var. Bu səndə məsəl üçün yükləyəndə, Node Modules yükləyəndə avtomatik olaraq gedirsən nə atır bax. Tailwind CSS atır. Görsən. Yəni səndə modulları gətirir, yükləyir, hazır hala salır və sən artıq o modullarla lokalında işləyirsən da, gedib CDN kimi harasını müraciət eləmirsən. Aydın oldu. Mən bunu sizə proyekt kimi atanda bunu silib atıram. Çünki inanılmaz yer tutur. Zipləyəndə də bir dəqiqə ən azından gözləyirsən ki, bir zipləsin də onu. Siz yükləyəndə də fikirləş 4-5 megabaytlıq zip fayl edir. Zip faylın normalde neçə megabayt? 200 kilobayt, 100 kilobayt, 200 kilobayt. 4-5 megabaytlıq zip faylı çıxardı da. Ona görə mən sizə silib atıram. Siz zaten npm eləyəndə, npm install eləyəndə sizin burada package.json var deyə, package.json var deyə. Buradan dependensiyalar görsən, nə yüklənibsə. Bu npm eləyəndə gedir buradan package.json faylını oxuyur, nə yüklənibsə, proyektimdə nə varsa ona uyğun olaraq yükləyir, yenə gətirir salır səndə Node Modules'un içinə. Yəni mənim bunu silib sizə atmağım problem deyil. Siz təzədən yükləyəndə eyni şey gəlir. Çünki package versiya eləyəndə bu atılmır. Node Modules içinə atılmır. Git özelliği. Git ignore'da Node Modules veririk. Verməyəndə Verməyəndə də gedir. biz eləmirik. Özü git özelliği. Ignore'unda var da ignore faylında Node Modules var ki. Nə? Bunu yazdıq. Bir dənə buna nə verək? Bu seryoz ürək oldu biraz. Hə? Ağ. Bunda şeyi çoxaldaq. Text. Şirin. Yaxşıdır. Başa qara eləyək. Seryoz. Ən seryozmusundan verək. Necədir? Hə, super. Nə oxu? Hə, pointer. Getdik. Pointer. Hə, belə içində keçər. Onu biz lokal storage-dan atacağıq, narahat olun. Deməli millət, bizdə buna add eləyəndə, buna basanda nə olmalıdır? Məndə favlarım əlavə olmalıdır da. Bir dənə bura 10 klik mülik yazıram. Buradan yazıram ki, add, nə bilim, fav. Tapı ki da. İndi gedib burada çox aşağı düşmürəm. Elə add basketin altına bir dənə function yazıram. Add fav functionu. Görək də ID üstündə verək. Yəni bunu düz deyir. ID nə ilə tutacaq? Hansına basmışıq? ID ilə tuturuq da. Bir dənə də basket ərləyim kimi buradan const ya da nə? Item.id yazmalıydım. Tamam. Yəni bizdə datamızın içində ID var da hər dəfə həbsi. Onda həmin ID-ni buradan tuturam. Burada bir dənə array açıram. Const fav list adında array açıram. Tamam. Ondan sonra mənə buradan ID-im gəlir. Birinci növbədə mən nə edirəm? Nə tutmalıyam mən bu? Həmin ID-dəki elementi tutmalıyam da. Gedib deyirəm ki,
həmin fav element məndə bərabərdir nəyə? Bizim basket yox. Bizdə data ISO. Yazıram ki, bura data nöqtə nə? Find eləyirəm. Hə da. Haydi bərabərsə haydi. Bu məni tamam, bu məni versin. Bu mənə bunu versin. Zəhmət olmasın. Tamam. Bu mənə bu elementimi verdi. Ondan sonra mən bu elementin nə etməliyəm? Favlist nöqtə push eləyirəm, gözlə hələ. Hə, fav elementi bunun içinə push eləyirəm. Ondan sonra zəhmət olmasa, konsolloqa bir dənə nə verirəm? Fav elementi verirəm. Gedib baxıram, zəhmət olmasa. Bax. 1, 2. Fav elementi yox, fav listi. Fav listi. Gedib baxıram. 1-dir, 2-dir, 3-dür. Şu. Hamısı gəlir bura. İndi bu bura düşürsə, artıq array-in içində varsa, bu fav listi konsolloqa yox. Hara gedib verərəm? Local storage-a. Gedib deyərəm ki, local storage nöqtə set item. Məndə get fav list deyə elə bir şey əlavə elə. Fav list belə olsun da. Qarşısına da həmin array ver. Array nə ilə verəcəm? JSON nöqtə string high. Gedib deyəcəm ki, nə? Fav list. Düz oldu? Bomba kimi. İndi gedib baxıram. Bax. İndi application açıram. Local storage-ımı atıram. Heç nə yox. Düşdü. Bir dənə də əlavə eləyirəm. Düşüb. Elə olmalıdır. Elə olmalıdır. Eynisinə olacaq. Hələ ki, eynisinə əlavə olacaq. Narahat olma. İndi olur. Çünki elə bir şey yazmamışıq, bax. Bir dəfə. Həll eləyəcək, bax. 4-5 dəfə olur. İndi bura bunu əlavə eləyə biliriksə, bu burada qalırsa, ürəyimiz istəyən şəkildə, indi bunu buradan gedib tuta bilərikmi? Hardan tuta bilərik? Bax, buradan favorites-ə keçirik, favma. Tamam. İndi biz bunu buradan tutub ekrana vurmalı deyilikmi? Vurmalıyıq, hə? Buna gedib bir dənə, yenə zada girək, bir dənə adam halına salaq bunu. Komponentə gedək. Buradan kartlarıma gələk. Buradan wizard. Çiçək kimidir. Bəli, bunu götürək. Gedək bura bir dənə yazaq ki, body'mizin içində h1'imiz olacaq. Bura yazılacaq ki, class text 2 rem yazacaq ki, favorites list. Tamam. Ondan sonra bunun da altında mənim bir dənə divim olacaq. Buna class flexmess olacaq. Flex wrap olacaq, ondan sonra gap olacaq, ondan sonra justify content center olacaq, items center olacaq. Justify content-ə ehtiyac yoxdur, items'ın centerinə. Tamam. Ondan sonra da bunun içinə gələcək məndə fav section'ım olsun bura. Ondan sonra da bir dənə scriptə gedib yazıram ki, const fav sec bərabərdir document nöqtə get element by id-nə. Yes, fav sec. İndi temamız burada başlayır. İndi fav sec var bizdə. Nə etməliyəm? Birinci olaraq parse eləyib götürməliyəm. Gedib deyərəm ki, məndə const fav list adında bir şeyim gələcəkdir. Bunu bura vasif də verə bilərsiniz, yəni bilirsiniz. Fav list gələcək məndə. Bunu nə etməliyəm? Birinci olaraq gedirəm local storage-dən nöqtə get item eləyirəm. Get item nə eləyirəm? Adını nə qoymuşduq bura? Fav list. Gedirsən, bu adla bunu çağırırsan, get item eləyirsən və hökməndir ki, bunu nə eləyirsən? Bir dənə də parse. Ondan sonra ki, bunu bir dənə konsolloqa get dənə ki, sən fav list mavlist. Gəldi. Gəldimi? Gəldisə, bir dənə də bunu tut, fav listi nöqtə for each elə ISOL. Ondan sonra get denən ki, fav section nöqtə inner HTML plus bərabərdir.
Gəldim bura. ISO. Gəldim bura. Ondan sonra gəldim bura nə yazdım? Item nöqtə element. Dəyişək item eləyək, rahat işləyək. Item nöqtə emoji idi, nə idi? Baxaq bir dənə datamıza. Brand model image zat. Hə, bir dənə buraya onsuz image yazsaq bəs eləyir. Bir dənə də gəlin bura model yazaq da, brand yazaq. Gəl yazaq ki, item nöqtə brand bir dənə də vergül qoy. Nə yaz? Item nöqtə model. Bəs eləyər də millət. Bir dənə gəlib baxsan. Oba, gəldi bura düşdü. Super. Bir dənə də yes. Bomba kimi. Olar. Flex wrap, item center, justified center eləyək. Bir də ki, buradan bir dənə class verək, bıcı verək. Blackimsi bir şey verək. Black çox black oldu. 5. Oraya bak. Super. Of, nə gözəl görsənsin. Hə. Yazdıq favorite istəyirsən o belə olur da. Bir dənə də bura body container verək. Niyə olmuş burada? Body tag deyil səndə. Hə. Bu da şeyin içindən. Düz yerdə indi biz bu dəqiqə o dərddə deyilik. Tamam. Biz bu dəqiqə yazsın işləyək. Yazaq işləsin. Bunu yox. Mən sənə yormaq istəyirəm. Hə, bu niyə buradan konteyner? Nəsə, nə vermişəm o? Flex cap map, items. Hə, center vermişəm da. Center vermə. Yox, justify center vermişəm ona görə da. Gedir sökəmir. Hə, vəsə. Hə, iki belə sökənsin. Yox, onsa belə istəyib. Bitfin eləsək çox şey görsənər. Hə, yəni bu o deyil. Yox, gəl bunu bax, ən yaxşısı belə eləyək. Gəl bunda text center eləyək. Həfsə heç bir dənə biz qalmasın. Hə, ondan sonra da MY 40 Super. İndi burada bizim nəyimiz var? Favorit listimiz. Hə, indi get qayıt bura. Gəl təzədən gir favoritlərə. Bax. Yəni ki, artıq burada itmir millət. Yəni local storage-də qaldığı üçün get bunu proyekti bağla. Ondan sonra proyekti gəl təzədən işlət. Təzədən həmin proyektə get favorite-sə gir. Yəni burdadır. Amma ki, bilsən necə, bax, bunlar gəlməyəcək. Bunlar mənim lokalımdadır. Amma sən də Verseldən, indi özündə mən Verselə bu kodu atmışam ki, lokal storage əlavə elə. Verseldən gedib həmin kartın üstündə ürəyə bassan, bu dəfə də sən lokal əlavə edəcək. Amma mənim görməyəcək. Tamam. Bu bizim lokalımızdadır, özümüzə aid. Bəli. Nə? Nə? Hə. Deməli, indi məsəl üçün bunu belə elədik millət. İndi mən bir dənə də gedirəm, buradan bir dənə də əlavə eləyirəm. Tamam. Bastım bir dənə. Getdim, favorites-ə girdim. Nə oldu millət? O birlər hara getdi? Bax, yaxşı saldı. Buradan yenə bir dənə də bastım, iki dənə də bastım. Birinci hara getdi? Ay sol. İndi prinsip məndə burada bilirsiniz nədir? Elədiyim xəta. Görün mən burada nə deyirəm? Add fav eləyəndə deyirəm ki, bax, neynə? Mənim həmin aiddəki elementimi tap, bu array'ə push da, ondan sonra həmin array'i göndər. Tamam, bunun içi normal olaraq qalır. Amma mənim array'im hər dəfə sıfırlanır axı. Bildiniz millət nəyi deyirəm?
array sıfırlanır və array-i gedib mən buradan lokala atanda nə olur? Eyni adda başqa array atmış olam, gedir mənim favoritimi dəyişdirir. Düzdürmü? Düzdür. Neynəməliyəm mən? Telefonu oynama. Stop. Əllər birə. Ama local storage vermeliyiz məndən. Ama demektir ama öyle bir şey daha. Local storage. Her sefer alabiliriz. Oldu. Yox, elə eləmək olmur. Bax. Tema sən nədir? Bax, sən də string file local storage işləyir. Bax, buradan tap ki sən favlistin buradadır da, array'in buradadır. Getdin buradan, bastın əlavə elədin. 1, 2, 3. 3 dənə array əlavə oldu, hə? 3 dənə array əlavə oldu, nə oldu? Getdi pushlandı, həm də set item elədi. Düzdürmü? Düzdür. İndi qayıtdın sən təzədən bura. Refresh əməliyyatı getdi. Local storage dəyişdi. Array dəyişdi. Array sıfırlandı axı. Array bizdən qalan array bizə storage işə yarasın. Array bizə nədir? Şeyin kaydı tezasını seçimden sonra yapıyoruz. Bizim həmişə Kamran. Nə? Bax, indi boşlayın. Çünki hal-hazırda niyə? Başkasını seçmemiş. Local storage-in içində nəsə var. Tamam. Bax, bax bir də başlayalım. Bax. Ayso, bax Kamran. Bax, birini vurdum, ikisini vurdum. Array-in içində neçə dənə var? 2 dənə. Local storage-də də getdi 2 dənə. Tamam, getdilər. Mən indi buradan səhifəni dəyişəndə sən bilirsən ki, bizdə refresh əməliyyatı gedən kimi, sayt bağlanan kimi, nə bilim, ümumiyyətlə hər hansı bir render gedən kimi məndə array-im yenilənir. Yadında qalmayıb şeydən, add basketdən. Basırdın, nəsə kod dəyişik eləyən ki, basketin fişti silinirdi. Niyə array sıfırlanır? Düzdürmü? Səndə də budur. Local storage-də gəldi, düşdü bunlar bura. İndi qayıtdın an ekranda. An ekranda array-in sıfırlanıb. Favlisinin arasında heç nə yoxdur hal-hazırda. Amma ki biz buna işlətməmişik axı, basmamışıq, deməmişik ki axı, təzədən favlisti get yenə, neyinə local storage-ə set item elə, deməmişik. Amma ki hələ sıfırdır, heç nə yoxdur favlistin içində, amma local storage-ım durur yerində. İndi hal-hazırda təzədən bir də basanda buna, məsələn bu tosterə bastım buradan, getdi boş array-imin içinə, favlistin içinə, bir dənə getdi bu tosterə atdı. O tosteri də getdi local storage-dən eyni key ilə array olaraq onu satdı. Eyni key ilə atanda nə edir? Onu dəyişdirir. Tutdun temanı. Dəyişdirirsə, principal local storage-ında artıq bir dənə nə var? Tutdunuz temanı. Bunu eləmək üçün, millət, mən bilirsiniz nə eləməliyəm? Mən array-imi götürəndə, mən deməliyəm ki, əgər məndə local storage-ində nəsə varsa, array-imi oradan götürür. Bildiniz? Məntiqi olaraq da, əgər local storage-də heç nə yoxdursa, array-imi boş olaraq götür. Onda gedib deyərsən, onda gəl bunu burada təyin elə. Get denən ki, favlistin bərabərdir. Local storage nöqtə get item nə idi bizdə? Favlist. Favlist. Heç suala muala ehtiyac yox. Gəl bir də bunu nə etməliyəm? JSON mən də çaşdım. Oy. Hə. Yoxdursa boş ədir. Arada fərqi nədir? Yəni, sual da bu var, bu da var. Və ya da bu. Tamam. Yəni, ya bu, ya bu. Nə? Biri vardı, Biri alifan gələcək yox. Bax, bu get item eləyir, nə eləyir? Buradan mənə favlistim gəlir. Ya buradan favlistim gələcək, ya da ki, bu get item mən null verəcək. Null verəndə nə işləyəcək? Və ya. Gördün? Hə. Olsa favlistim də olmasa, düzdürmü? Hə, indi getsəm, baxsam, məndə hal-hazırda lokalda nəsə var? Performance application. Bax, lokalda nəsə var. Görürsünüz. Lokalı getdim, sildim.
Hal-hazırda heç nə yoxdur. Lokalda heç nə yoxdur deyə bu birinci basan kimi nə götürür? Bu mənə null qaytarır. Lokaldan get item emək. Çünki elə bir şey yoxdur. Bu mənə boş array götürür. Array'in içinə find eləyir, həmin fav elementi atır, onu da pushlayır lokala. Baxaq. Düzdürmü? İndi mən getdim. Bax. İndi mən getdim. Bu favorites-ə girdim. Təzədən bura qayıtdım. Hal-hazırda mənim nə oldu? Array-imin içi getdi. Hardan görə bilərsiniz millət? Gəlin bura bir dənə sizə burada array-i verəməyəcəm bura. Şeyin içində deyə konsolloqa verə bilərdim. Amma ki yoxdur, array-imin içində hal-hazırda heç nə yoxdur. 327 bu nə mənə başqa array-dir. Tamam. Array-imin içində hal-hazırda heç nə yoxdur. Tamam. İndi mən gedib buna bir dənə basacağam. Buna basanda artıq yoxlayacaq. Local storage get item favlist deyə bir şey var məndə. Varsa onu parselə array-ə favlisti ona bərabərlə. Ondan sonra həmin favlistin üstünə təzə fav elementi pushla. Tutursa mənə. Tamam. Gedib baxıram. Nə oldu? Baxın bura. Gördük ki, lokalda var. Nə oldu? İndi gedim. Birinci də qalıb, ikincisi də yanına düşür. Maraqlı məsələdir. Hə. İndi gələrsən burada read more olmaz. Qayıdıb deyərsən ki, qayıdıb bura deyərsən ki, nə? Delete. Sil. Delete file. Buna da gedib bir dənə on click verərsən. Nə yazarsan bura? Remove. Remove fav. Gedərsən bura function remove fav qoyarsan. ID-ni ötürmürsən. Oy. Tamam. Item.id'ini ötürdüm. Gəldim buradan da id'ini tutdum. Tamam. İndi nə edəcəm? Remove. Silməliyəm. Hə. Birinci find eləyəcəyik. Həmən proses. Find eləyək. Gəl. Local storage nöqtə get item nə? Get item favlist. Hə? Ondan sonra nə etməliyəm? JSON.parse gəlsən bunun arasına. Tamam. Const hə. Const bu mənim nəyimdir? Favlistim. İndi gəl bunu favlisti ver ekrana. Tamam. Bir dənə baxaq. Konsol logdayam. Bunu zaten buradan çıxartmışıq biz ekrana favlist. Tamam. Əslində bu burada da var. Tamam. Remove yazma da var. Eyni şey. Hə, remove yazmamışıq da elə bax. Favlistim gəldi. Mən nə etməliyəm millət? Hə. ID-sinə görə necə siləcək? Elə bir metodum var mənim. Nə? Tamam, favlistdən biz nə ilə silməliyəm? Favlistdə nə metodlar var? Bir remove item var, bir də kill var. Nə? Millət, baxın, dediyim bilirsiniz nədir? Bax, mənim local storage-də 2 dənə silmə metodum var. Biri remove'dur, biri clear'dır. Clear hamısını silir. Tamam. Remove da key'ə görə silir. Key'ə görə nə deməkdir? Yəni ki, remove-a favlist versəm silir. O da favlist nəyi silir? Favlist nöqtə bütün array silir. Favlist nöqtə ID də. Favlist nöqtə ID deyə bir şey. Favlistin içində arraylər var. Arrayın içində də obyektlər var. Necə tutasan? Favlist özü array deyil. Tamam. Array nöqtə deyə bir şey nə vaxtdan görmüsən? Mənim arrayın içindəki obyekti nöqtə ilə tuturdu. Tamam, arrayın içindəki obyekti tut. Onun içindəki yaxşı nöqtə ID-ni də tut. Məndə key'ə görə silməkdir. Remove item-ı key yaza bilsən də. Nəyinə siləsən? Hə. Ay, sağ ol. Bax, nə bu lazım?
Deyirlər qardaş remove item aydı zat. Nədən silirik? Hə. Bir dənə buradan neyniyərəm? Tab listi. Buraya yazarsan ki new list. Tamam. New list. Ondan sonra gedərsən məndə fav listi neyniyərsən? Filtrə salarsan mı? Bax fav listi buradan tutmuşam da mən. Həmən. Filtr məndə desəm. Olar mı? Yəni ki, artıq bu nə deməkdir? Yəni ki, mənə gələn ID-dəki elementdən başqa bütün hamısını new listə sal qaytar. Yəni bu nə deməkdir? Həmin elementi sil. Başa düşmədin Aytəkin? Nə demək bu? Bura yazdığımı oxudu. Yəni ki, mənə bir ID gəlir. Filtr mənə neyniyir? Filtr mənə bir array qaytarır. Mən deyirəm ki, mənə gələn ID-dəki olan elementdən başqa bütün elementlərimi array olaraq qaytar. Yəni ki, mənə gələn ID olan elementimi sil həmin arrayin içindən, qalan hamısını qaytar. Yəni filtr eləyir, bir dənə həmin ID-dəki elementi qaytarır. Prinsip həmin ID-dəki elementi silir və mənə new array qaytarır. Gedib mənə baxıram ki, bomba kimi məsəl üçün bunu sildin. Nə qaytardısa 39-a baxın. 2 dənə array qaytardı. Bu bütün fav listimdir. Artıq bunu qaytarıbsa, əlimdə new array'im varsa, mən bunu local storage-ə həmin eyni key ilə, yəni ki, fav list adı altında gedib JSON.stringify eləyib new listi vuraram mı? Tamam. Bunu vurduqdan sonra tamam. Artıq məsələn bu buradan silindi. Amma ki ekranda görsənmir. Bax, həqiqətən silinib. Refresh edəndə görsənir. Niyə? Bu məndə təzədən işləməlidir. Bunu da təzədən işləmək üçün gedərsən buna. Eləyirəm da. Bunu function'ı eləyirəm show fav. Tamam. Ondan sonra bunu bir function'a sağlam. Zəhmət olmasa show fav'ı burada çağır. Bir də ki burada çağır. Bir də ki zəhmət olmasa neynə? Fav save nöqtə nereye işləməli? Sil sonra. Çünki təkrar olaraq sarmasın. Basıram. Oba! Silmədim. Niyə silmədim? 100% bastım. Bir dənə refresh eləyirəm. Görsən refresh eləyəndə gedir. Mənim axırıncı show-fav aşağıda olmalı deyildi. Function show-favın altında bir dənə show-fav yazmışdı. O ən altda olmalı deyil. Nə? Yuxarıdakı show-fav var ya. Ha, o ən aşağıda olmalı deyil. Yox, bu statik olaraq birinci ekrana çıxardır. Onun dəxlisi yox. Bir dənə, məsəl üçün gəlim buradan əlavə eləyim. 1-dir, 2-dir, 3-dür. Eyni elementlərdən olsun bax. Tamam. Bunu delete elə, bunu delete elə. Gedirəm, baxıram, local storage-dən getdi. Amma ki, hara gəlmədi? Local storage-dən getdi. Amma ki, buradan silinmədi məndə. Hə. Ki... millət. Buradakı fav list məndə hardan tutur onu? Ay Nəzri. Hardan tutur onu? Dolaşdı bir-birinə. Görsən, oynama telefonla. Hə. Qardaş, mən bax, saytı birinci açanda məndə fav listdən bunu get item eləyir, statik olaraq burada saxlayır. Tamam. Gedib buradan silib eləsən də bu constaq bu köhnə fav listi içində saxlayır. Sən prinsipi hər dəfə show eləyəndə bunu götürməlisən. Ki bizdə dinamika. Bu bir dənə saytın başında götürür. 2 dənə elementi statik olaraq özündə saxlayır və onu dəyişdirmir. Tamam. Ona görə, yəni bax hal-hazırda biz bunu silsək belə, tamam. Bu buradan silindi və show fav elədi. Show fav da neynədir? Fav listi for each elədi. Fav list hansı idi məndə? Bayaq sayt açanda götürdüyüm. Hə.
Ona görə sən buradan bunu refresh eləyəndə təzədən gedir. Çünki niyə? Ona görə biz bunu salmalıyıq nəyin içinə? Bunun içinə. Bunun içinə salsam, ümidvaram ki, bu çox da bomba şəkildə işləməlidir. Baxıram. Gördük ki, işləmir. Yox, hal-hazırda işləməlidir. Yəni, görün niyə işləmir. Nə verir bizə? Error verməlidir. Favlist is not defined. Tamam, favlisti artıq çöldə təyin elədik. Tam burada da ehtiyac var şey eləməyə. Tamam, düzdür. Eyni listi burada da tutmağa ehtiyac var. Tamam, necə eləyə bilərik ki, 2 dəfə tutmayaq? Burada artıq tutsaq problem olmayacaq. Bəli. Heç olmaz. Tamam. Burada tutsam ehtiyac olmayacaq. Amma ki, yəni burada içəridə təyin elədiyim üçün bu favlisti bu funksiyanın içindəki görmüş. Başqa nəsə eləyə bilərik? Məntiqli sul function yox, məsəl üçün buradakı favlisti filtr eləyirik axı biz. Tamam. Favlisti də show funksiyonun içində tuturuq. Tamam. Bunun içində. Sonra gidip show eləyəndə təzədən yenə local storage-dan çağırırdı. Yəni hər şey tamamına gedir orada. Yox. Belə eləyə bilərəm. Nə mənası var? Bir dənə 2 dəfə parse eləmirsən. Yəni 2 dəfə kod təkrar eləmirsən, qalan eyni şey. Çox da bir fərq yox. Biraz daha sanmalı versəz. Amma ki, yəni qanun olaraq nə etməliyik zaten? Yəni bunu hər dəfə ekrana verirsə, hər dəfə yeni favlistimi götürməliyəm. Düzdürmü? Ona görə hər dəfə bunu işlətməliyəm. Buradan da remove eləyirəmsə, remove eləyəndə də mənim əlimdə nə olmalıdır? Favlistim olmalıdır ki, neyim? Remove eləyim, onu görə bunu burada işlətməliyim. Düzdürmü? İndi yaxşı. Şey məsələsi var axı bir də. Mən buradan atıram bir dənə element. Tamam, gedir. Təzədən bir dənə element atın, yəni 2 dənə eyni element gedə bilir. O da deyilik ailələri eyni içdə. Tamam. Mən nə etməliyəm? ISO, mən burada yoxlamalıyam ki, mənim yoxla. Get əgər mənim favlistimdə nəyinə yoxlaya bilirəm ki, içində o elementlər var mı, yoxsa? Varsa nəyinə yoxlaya bilərəm? Ən az bir dənə varsa. Nə deyə bilərəm? Sum daha maraqlıdır. Tamam. Find da, find mən null qaytarsın, nə bilim, onunla görə yoxlayım ki, əgər find false verirsə. Ondan sonra sum mənə true false qaytarır da, yəni. Gedib deyərəm ki, const is nə? Bir dənə ad vereyim görüm buna. Is element exists deyim. Is element exists. Favlist.sum nə? New set neymişsən? Eyni olanları silmək yox. Bizə lazımdır ki, eyni element, həmin elementdən varsa atmasın. Tamam. Sən artıq iş görürsən hal-hazırda. Bax, Kamran, biri var ki, gedib ərrəyin içində eynisi varsa onu götürəsən onun içindən. Biri var ki, heç eynisindən atmayasan içinə. Tamam, biz işi başdan kəsirik. Sən eynisindən atırsan, sonra götürürsən onun içindən. Mən ümumiyyətcə onun içinə onu atmıram, icazə vermirəm. Denə.
Consist. Varmı yoxmu? Demək olar eyni metodda. Lap get şey yaz. Adı neydi? Include yaz. Çox bir fərq. Item nöqtə ID-dən mənim ən azından bir dənə eyni ID-li elementim varsa, bu is element exist mənə yəni bu sum mənə true qaytaracaq. Tamam. Əgər məndə is element exist true qaytarırsa, nə etməliyəm? Yox, count mat yox. Qardaş, fava niyə eyni elementdən atasan ki? Hə. Səndə birbaşa arxaya qayıtmalıdır. Tamam. Ya da ki, promo-belə return yazarsan. Ki, başa qaytar. Şurada yəni, işlətmə. Bunlar o tərəfə getmə. Bunun üçün. Belə də eləmək olar da. Yəni, if element exist yoxdursa, hə, onda bunu elə. Belə də eləmək olar. Fərqi nədir ki? Bu da düz olar, o da düz olar. Çox bir fərqi yox. Getdik, atdıq. Gəl belə deyək. Else mənə console nöqtə warning ver ki this element already exists in fav list. Tamam. Bir daha baxıram. Gedirəm. Bu elementdən tulladım. Var. Bu elementdən tulladım. Yoxdur. Bundan tulladım. Yoxdur. Bundan bir də tullayıram. Var. Gördünüz? İndi gedirəm, baxıram. 5 dəfə də buna bassam. Konsol loqa mənə verir ki, bundan var və gedir. Bir zənə düşür ondan. Hazırdır. Bomba kimidir. Başa düşdünüz lokalı. Gedirsiniz lokalı öz turbazın üstündə. Sizdə turbazda ürək ikonu yox idi şeyin üstündə. Favoritlər. Gedirsiniz. Yuxarıda da favoritlər listəsi varmı? Gedirsiniz local storage-dən favoritlərə əlavə edirsiniz. Əlavə eləməyi, silməyi çox da çətin bir şey yoxdur.